Yeremiya 43-cü fəsil. Yeremiyanın Misirə aparılması. Yeremiya bütün xalqa özlərinin Allahı Rəbbin sözlərini, onun Yeremiya vasitəsilə onlara nazil elədiyi hər şeyi söyləməyi qutaranda, Xoşaya oğlu Azariya, Qariyah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremiyaya dedi: Sən yalan söyləyirsən. Gedib Misirdə sakin olmayın demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi. Ancaq Neriya oğlu Baruk səni bizə qarşı təhrik eləyir ki, Xaldeylilər bizi öldürsün, yaxud da Babilə sürgün eləsin. Qariyah oğlu Yoxanan, bütün qoşun başçıları və xalq Rəbbin Yahuda torpağında qalmaq əmrinə qulaq asmadı. Əksinə, Qariyah oğlu Yoxanan və bütün qoşun başçıları sürgün olunduqları millətlərin arasından Yahuda torpağında sakin olmaq üçün qayıdan Yahudalıların qalanını, kişiləri, qadınları, uşaqları, padşahın qızlarını, keşikçilər rəisi Nevuzaradanın, Şafan oğlu Axiqam oğlu Gedalyanın yanında qoyduğu hər kəsi, Yeremiya peyğəmbəri və Neriya oğlu Baruku götürüb getdilər. Onlar Rəbbin sözünə qulaq asmayıb, Misir torpağına getdilər və Taxpanxesə çatdılar. Taxpanxesdə Yeremiyaya Rəbbin bu sözü nazil oldu. Əlinə böyük daşlar al və onları Yahuda kişilərinin gözü önündə Taxpanxesə Firon sarayına girilən yerdə olan kərpic döşəmənin palçığında gizlət. Sonra onlara söylə ki, İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Bax, mən xəbər göndərib, qulun Babil padşahı Navoxodonosoru gətirdəcəyəm və gizlətdiyim bu daşların üstündə onun taxtını quracağam. Padşah öz çadırını onların üstündə açacaq. O gəlib Misir ölkəsini məğlub eləyəcək. Ölüm üçün ayrılanlar ölümə, sürgün üçün ayrılanlar sürgünə, qılınc üçün ayrılanlar qılınca təslim ediləcək. Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq. O, Misir torpağında Günəş Allahının məbədinin dik daşlarını dağıdacaq. Misir allahlarının məbədlərini yandıracaq.